Bugün mən sizə coğrafiya 2024-cü il nəşriyyatı, güvən nəşriyyatı, coğrafiya fənn üzrə səhifə 296-da dil ailələri, dil qrupları və xalqlar haqqında növbəti dərsimizi deməli keçəcəyim və bugünkü dərsimizdə keçən video dərslərdə Slavyan dil qrupuna daxil olan xalqlar haqqında daha ətraflı məlumat vermişdik. Kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Abituriyentlər üçün hazırlıq dərsləridir. Və növbəti dərsimiz German dil qrupuna daxil olan xalqlardır. Yəni Anglo-Avstraliyalılar, Anglo-Yeni Zelandiyalılar və Afrikanerlər. İngilis Avstraliyalılar, yəni Anglo-Avstraliyalılar deməli, əcdadları tamamilə və ya qismən İngiltərədən qaynaqlanan Avstraliyalılardır. 2021-ci il siyahıya alınmasında 8.385.928 nəfər və ya Avstraliya əhalisinin 33%-i İngilis əcdadlarına sahib olduqlarını bildirib. Bu, Avstraliyada özünü müəyyən edən ən böyük əcdaddır. Etnik İngilis mənşəli insanlar 1788-ci ildə yeni Cənubi Uels koloniyasının qurulmasından bəri Avstraliyaya köç edən ən böyük qrup olublar. Xəritə ilə baxaq. Burada demək İngilis Avstraliyalıların çox böyük qismi göstərən xəritəyə baxaq. Daha tünd rəngli ərazilərdə məskunlaşmışdırlar. Buradakı faizləri göstərilir. Əsasən demək əhalisi 8 milyondan çoxdur və əhəmiyyətli əhalisi olan bölgələr Avstraliyanın bütün ştatları və əraziləri, dillər İngilis dili, din xristianlıq, demək anglikanizm və katoliklik, dinsizlik, əlaqəli etnik qruplar Anglo-Kelt Avstraliyalıları, Şotlandiya Avstraliyalıları, İrlandiya Avstraliyalıları, Uels Avstraliyalıları və Cornwall Avstraliyalıları. Və İngilis Avstraliyalıları özləri də Avropalı Avstraliyalıların bir alt qrupu olan Anglo-Kelt Avstraliyalılarının bir alt qrupudur. Və deyək ki, Britaniya adalarından gələn əcdadları olan İrland Avstraliyalıları, Şotland, Uelsli Avstraliyalılar daxildir. Avstraliyada uzun tarixə malik olmaları əsrlər boyu baş verən yüksək dərəcədə qarışıqlıq səbəbindən bu əcdadları kollektiv olaraq adlandırmaq meyli var. Bu tarixi nəzərə alaraq İngilis və ya digər Anglo-Kelt əcdadları olan Avstraliyalılar öz əcdadlarını sadəcə Avstraliyalı kimi təyin etməyə meyillidirlər. Baxın, burada demək qeyd olunur, İngilis Avstraliyalıların böyük əksəriyyəti sadəcə özlərini N-ci nəsil Avstraliyalı adlandıra bilərlər. Məhkumlardan və digər erkən kolonistlərdən törəyib Cənubi Avstraliya Britaniya cəza koloniyası kimi qurulmamış yeganə ştatdır. Anglo-Yeni Zelandiyalılar, yəni Anglo-Zelandiyalılar və ya Anglo-Yeni Zelandiyalıların əsasən Britaniya mənşəli olan İngilis dilində danışan və Britaniya mədəniyyət ənənələrini daşıyan əhalisidir. Onlar ölkənin mədəni, siyasi və iqtisadi strukturunda aparıcı rol oynayır və Anglosferin bir hissəsi kimi Avstraliya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə sıx əlaqələr saxlayır. Mənşə, mədəniyyət və rolu qeyd olunub burada. Avropa, xüsusilə Britaniya adalarından köçənlərin nəsilləridir. Mədəniyyət, qərb dəyərləri, İngilis dili və Five Eyes, yəni 5 göz kəşfiyyat ittifaqı kimi təhlükəsizlik əlaqələri və rolu Yeni Zelandiya müasir cəmiyyətdə dominant demoqrafik qrupdur. Afrikanerlər deməli Cənubi Afrikada yaşayan və Holland dilinin bir ləhcəsi olan Afrikaans dilində danışan Holland dilli xalqdır.
Və burada demək Afrikaner Holland dilində Afrikalı deməkdir. Bu ad Afrikadakı əksər digər Avropa köçkünlərindən fərqli olaraq Cənubi Afrikada məskunlaşan Hollandların bu qitəni öz vətəni hesab etmələrini və Avropa kökləri ilə burada daha aydınlaşdırır, əlaqələrini kəsmələrini simvollaşdırır. Bur fermer deməkdir və bu etnik qrupun əsas iqtisadi fəaliyyətinə aiddir. Cənubi Afrikada Hollandların məskunlaşması 1652-ci ildə İndoneziyadakı koloniya üçün təchizat bazası təmin etmək məqsədi ilə başladı. Cənubi Hindistan şirkəti tərəfindən göndərilən dindar kalvinist protestant köçkünləri bölgədəki hotentotlar və bushmenlərlə döyüşərək onları qovdular. Zamanla Hollandiyadan yeni köçkünlər gəldi və Bur əhalisi artdı. 1707-ci ildə Afrikanerlər Hollandiya hökumətindən müstəqillik tələb etdilər. Rəsmi bir dövlət qurulmasa da Cənubi Afrika faktiki olaraq müstəqil bir administrasiya qazandı. Cənubi Afrika qaradərləri kölə kimi istismar edən varlı, mühafizəkar protestant ağ fermerlərin hakimiyyətə gəldiyi bir ölkəyə çevrildi. Dinə gəldikdə isə Afrikanerlər Avropa və Amerika həmkarlarından fərqli olaraq əsasən xristian kalvinistlər idilər. Bu vəziyyət Afrikanerləri siyasi və coğrafi təcridə məruz qoydu və onları maarifçiliyin təsirindən uzaqlaşdırdı. 19-cu əsrin ikinci yarısından etibarən Hind okeanında Britaniya təsirinin artması nəticəsində Cənubi Afrika Birləşmiş Krallığının təsir altına düşməyə başladı. 1815-ci ildə Viyana Konqresi Britaniyanın bölgədəki təminatlığını təmin etdi. 19-cu əsr boyunca baş verən bir sıra müharibələr Britaniyanın burları Cənubi Afrikanın daha da daxili ərazilərinə qovması ilə nəticələndi. Bu miqrasiya Bur əhalisinin ölkənin Oranje və Transvaal bölgələrində cəmləşməsinə səbəb oldu. Burada xəritədə göstərilmişdir Transvaal bayrağı, ərazilər coğrafiyada. Cənubi Afrikanın şimalda yerləşən bir əyalətdir. Şimaldan Zimbabve, qərbdən Botswana, şərqdən Mozambik və cənubdan Natal və Orange Free vilayəti ilə həmsərhəddir. Və bayrağı burada qeyd olunmuşdur. Və burada rəsmdə Holland müstəmləkəçilərin Afrikaya gəlişini təsvir edən bir təsvirdir.